Bu qaşdan bu qaşı düzəltmək üçün bizə əsas nələr lazım olacaq? Bu videoda bunları danışacağıq. Birinci xanımın qaşını göstərirəm. Baxırsınız, köynə qalıq boz rənglər var və biz iş prosesimizdə tük effekti ilə bu boz rəngləri də örtməliyik və xanımın istədiyi formada var. O formanda onun üz quruluşuna görə çəkib ona göstəririk. Ondan sonra biz əmin olduqda ki, bu forma xanımın da tam istədiyinə uyğun gəldikdən sonra biz iş prosesimizə başlayırıq. Sizin də istədiyiniz forma varsa, mütləq şərhlərdə yazın. Xanıma çəkdiyim forma, bax, bu cür bir forma oldu. Xanımın istəyi qaşının uc hissəsinin biraz aşağı olmasını istədi və biz də ona onun istədiyi formanı çəkdik. Bəli, bu forma xanımın üz quruluşuna da tam uyğundur və üz proporsiyası bunu onun üzündən istəyir. Biz bu formanı çəkdik. Çəkəndən sonra xanıma güzgü veririk. Xanım güzgüyə baxır. Təsdiq edəndən sonra ki, bəli, mən bu qaşı bəyənirəm. Artıq biz keçirik bu qaşdan növbəti mərhələyə. Xanımın qaşında tük olan, tük olmayan hissəni sizə göstərirəm. Daha yaxından göstərirəm ki, siz də görəsiniz bunu və mən keçid alıram artıq iş prosesimə. İş prosesim tük effektini bu qaşda çəkməkdir. Tük effektini çəkmək üçün mənə lazım olan alətlər lazımdır. Bunlardan biri də yeni texnika olan BB texnikasıdır və mən hal-hazırda xanımın qaşının necə o tük effektinin çəkilməsini də yaxından sizə göstərirəm. Artıq iş 70% tamamlanıb. Ondan sonraki mərhələni sizə göstərirəm. Xanımın qaşının tük effektinin daha da çəkilən xətlərin rəngin tünd olması üçün və daha doğal görsənməsi üçün bu texnikanı edirəm. Bu ən son texnikadır. Azərbaycana bunu biz gətirdik və sizinlə bölüşürəm və siz də artıq bu texnikanı bizim Fibro studiyada da əldə edə bilərsiniz. Bizim ustalar da bu texnika ilə çalışırlar. Gəlin, siz də yaxınlaşın mütləq şəkildə və siz də bu qaşlara sahib olun. Yaxından göstərdiyim üçün baxın, tük effektini işarələyirəm ki, bu tük çox açıq rəngdədir və indi bu açıq rəngi biz tündləşdirəcəyik. Bu yeni metodika ilə bir tükü necə biz rəngləyib tam şəkildə tünd effekti əldə etmiş oluruq. Əgər biz bu tüklərin üzərindən getməsək, bu cür tündləşdirməsək, onlar bu şəkildə çox açıq rəngdə görsənəcəklər və sağalma müddətindən sonra onların 50%, 60% demək olar ki, yox vəziyyətinə gələcək. Onların üzərində işləmək lazımdır ki, onlar bu şəkildə, bax bu cür qaşın əvvəli, sonrası natural şəkildə görsənsin. Siz də əgər öyrənmək istəyirsinizsə bu texnikanı mütləq şəkildə bizim studiyaya da müraciət edə bilərsiniz, öyrənə bilərsiniz. Biz ən son texnikalarımızı öz öyrəncilərimizə tam şəkildə öyrədirik. Bu texnikanı da sizinlə bölüşəcəm və siz də gəlib bu texnikaya sahib ola bilərsiniz. Öyrənirsiniz, öyrənmək daim lazımdır və hal-hazırda gördüyünüz kimi xanımın qaşına maska qoyuram. Xanımın qaşı əgər yuxarı etsəydi belə olacaqdı. Bu vizual şəkildə sadəcə göstərmək deməkdir, amma əslində biz xanıma onun üz quruluşuna yaraşan bir qaş formasını çəkdik. Maska metodikası necə olunur? Yəni maska qaşa çəkilir pigment vasitəsilə 10 dəqiqədən sonra, 8 dəqiqədən sonra bunu biz silirik, gözəl qaşa sahib edirik xanımları. Maska mütləqdir. Bəli, bəzi xanımlar deyir ki, maska olar qoymayaq. Maska mütləqdir ki, tük effekti daha natural qalsın. Xanımın qaşının əvvəli, bu da sonrası. Bu videonu bəyəndinsə, sənə uyğun gəldisə, mütləq şəkildə altından bir rəqəmini yaz. Xanımın istədiklərini reallaşdırdıq.
gözəl qaşa sahib etdi. Sən də gözəl qaş istəyirsənsə, mütləq şəkildə şərhlərdə yaz.